Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə dünyanın çayları mövzusunu izah edəcəm. Dərsimiz ümumiyyətlə 2 hissədən ibarət olacaq. Dünyanın çayları mövzusu ayrı, gölləri mövzusu da bir ayrı formada YouTube kanalımıza inşallah ki yüklənəcək. Odur ki, vaxt itirmədən keçək bugünkü dərsimizə. Demək dünyanın çayları. Başlayaq. Birinci başlayaq Avropanın çaylarından. Biz bu gün baxacağıq çayların mənbə və mənsəblərinə, axdığı istiqamətlər, bol sulu dövrü və qidalanma rejimi. Demək, birinci baxağın Cənubi Avropa regionuna. Burada Qviyana çayı yerləşir. Qviyana çayı öz mənbəyini demək İspaniya ərazisindən götürür. Elə mənsəbi də İspaniya ərazisindədir və Atlantik okeanına tökülür. Daha sonra İspaniyadan başlayan Taxo, mənsəbi isə Portuqaliyada yerləşən bu çay qərb istiqamətində axır və birbaşa Atlantik okeanına tökülür. Daha sonra Dora çayı. Dora çayı da həmçinin İspaniyadan başlayır, yəni Pireneya yarımadasından başlayır və Portuqaliya ərazisindən birbaşa Atlantik okeanına tökülür. Daha bir çayımız olan Ebro çayı isə öz mənbəyini elə İspaniya ərazisindən götürür. Mənsəb də həmçinin İspaniya ərazisində yerləşir. Burada mənsəbin olduğu yer Balear dənizidir, daxili dənizdir. Bu şəkildə. Daha sonra Rona çayı. Rona çayı Fransa ərazisindən axır. Mənsəbi yerləşir Lion körfəzində, yəni Aralıq dənizində və cənub istiqamətində axır. Adriatik dənizinə tökülən Po çayı isə öz mənbəyini Alp dağlarından götürür. Burada Padan ovalığından keçərək İtaliya ərazisində Adriatik dənizinə tökülür. Bu çayların hər biri yağış və qismən qar suları ilə qidalanırlar. Və Cənubi Avropa regionu olan bu çaylar subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yerləşirlər. Aralıq dənizi iqlim tipinin də xüsusiyyəti yağıntıların əsasən ilin soyuq dövründə düşməsidir. Yəni bu çaylar ilin soyuq dövründə bol sulu olurlar. Bu şəkildə. Daha sonra keçək uşaqlar, bunu silim, mane olmasın bizə. Keçən Fransa ərazisindən başlayıb, elə Fransa ərazisindən də Biskay körfəzinə tökülən Loara çayına baxaq. Bu çay öz mənbəyini elə Fransa ərazisindən götürür, mənsəbi də Fransada yerləşir, töküldüyü yer isə Biskay körfəzidir. Qidalanma rejimi qar və yağış sularıdır. Bol sulu dövrü isə yaz və yay aylarıdır. Əsasən yay aylarıdır. Yaz yox, əsasən yay ayları. Daha sonra Sena çayı paytaxtdan keçən çaydır. Fransanın paytaxtı Paris şəhərindən keçir. Paris təqribən buralarda yerləşir. Fransanın paytaxtı Parisdən keçir və burada La Manche boğazına tökülür. Əsas bol sulu dövrü isə yay aylarıdır. Bu şəkildə. Sonra baxağın burada deməli Temza çayına. Temza çayı Böyük Britaniya adasında yerləşir. Bu da paytaxt çayıdır. Yəni paytaxt sahilində yerləşir. Böyük Britaniyanın paytaxtı London şəhəri bu çayın həm sağ, həm sol sahilində yerləşir və bu çay mülayim iqlim qurşağının mülayim dəniz iqlim tipində yerləşdiyindən bu çayda çayın səviyyəsi il boyu sabitdir. Niyə? Çünki mülayim dəniz iqlim vilayətində yağıntılar il boyu əsasən bərabər paylanılır. Daha sonra baxağın Reyn çayına öz mənbəyini İsveçrə ərazisindən götürür. İsveçrə daha sonra Fransa ilə Almanya arasında sərhəd rolunu oynayır. Daha sonra Niderland ərazisindən, səhv eləmirəmsə Belçikadan keçir. Burada Belçikadan keçir və Niderland ərazisindən Şimal dənizinə tökülür. Avropanın ən mühüm demək gəmiçilik kanallarından, çaylarından daha doğrusu biridir. Daha sonra baxaq Dunay çayına, Avropanın ən uzun çaylarından biri. Bu çay öz mənbəyini İsveçrə ərazisindən götürür. Daha doğrusu Almanya ərazisindən götürür və şərq istiqamətində axaraq Almanya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna ərazilərindən keçərək burada Qara dənizə tökülür. Daxili Qara dənizə tökülür. Əsas qidalanma mənbəyi isə qar və yağış sularıdır. Bol sulu dövrü isə yaz və yay aylarıdır. Bu şəkildə. Həm də uşaqlar Dunay çayı paytaxt şəhər
paytaxt çaylarından biridir daha doğrusu. Baxın burada Taxo paytaxt çayıdır, Sena, Temza, Visla indi gələcək, Dunay və Dnepr çayları. Baxalım burada Elba çayına. Elba öz mənbəyini götürür, deməli Çexiya ərazisindən Şimal dənizinə tökülür, keçir Çexiyadan və Almaniya ərazisindən. Daha sonra Odra çayı. Odra çayı öz mənbəyini götürür Polşa ərazisindən. Mənsəb də həmçinin Polşada yerləşir, amma burada müəyyən bir hissədə Almaniya ilə sərhəddə, demək sərhəd çayı hesab olunur. Tökülür hara? Baltik dənizinə. Visla çayı paytaxtın yerləşdiyi çaylardan biridir. Polşanın paytaxtı olan Varşava şəhəri Visla çayı sahilində yerləşir. Mənbə və mənsəb eyni ölkədir. Mənsəbi isə Baltik dənizidir. Daha sonra Neman çayı. Neman çayı öz mənbəyini Belarusiya ərazisindən götürür. Bax, burada Belarusiya yerləşir və burada Litva ərazisindən Baltik dənizinə tökülür. Daha sonra Daugava çayı. Daugava çayı öz mənbəyini götürür Rusiya Federasiyasından, daha sonra Belarusiyadan keçir və Latviya ərazisindən Riga körfəzinə tökülür. Burada bunu yığışdırım. Diqqətlə baxın. Riga körfəzi. Burada Riga körfəzinə tökülür. Neva çayı öz mənbəyini Ladoqa gölündən götürür və Fin körfəzinə tökülür. Siver çayı isə Onega ilə Ladoqa göllərini birləşdirən çaydır. Demək, Oneqadan başladı Siver çayı, Siver çayı töküldü Ladoqaya, Ladoqadan başladı Neva çayı, Neva çayı da töküldü Fin körfəzinə. Fin körfəzi vasitəsilə də Baltik dənizi və Şimal dənizi, daha sonra Atlantik okeanına rahatlıqla çıxmaq olar. Daha sonra Dnestr çayına baxaq. Dnestr çayı öz mənbəyini götürür Ukrayna ərazisindən, mənsəb də həmçinin Ukrayna ərazisində yerləşir. Burada paytaxtın yerləşdiyi çaylardan daha birisi olan Dnepr yerləşir. Ukraynanın paytaxtı Kiyev şəhəri təqribən burada Dnepr çayı sahilində yerləşir. Bu çay öz mənbəyini Rusiya Federasiyasından götürür, daha sonra Belarusiyadan keçir və Ukraynadan keçərək burada Qara dənizə tökülür. Burada nəyi qeyd eləmək istəyirəm uşaqlar? Odra, Visla, Neman, Daugava, daha sonra Neva, Siver, Dnepr, Dnestr, daha sonra burada olan Don çayı, burada Oka, Kama, Volqa, Ural, Şimali Dvina və Petsora. Yəni əsasən mülayim iqlim qurşağının bu çayları yaz və yay aylarında bol sulu dövrünü yaşayırlar. Daha sonra baxaq Volqa çayına. Volqa çayı daxili axarsız hövzü olan Xəzər dənizinə tökülür. Volqa çayının qolları olan Oka və Kama çaylarıdır. Adını çəkdiyimiz Oka, Kama və Volqa çayı ilin demək isti dövründə bol sulu olur. Yəni yaz və yayın əvvəli. Daha sonra burada da Ural çayı yerləşir. Ural çayı da həmçinin Xəzər dənizinə tökülür. Daxili axarsız hövzədir və hər iki çay mənsəbində delta yaradır. Delta nə idi? Delta çayın mənsəbində çoxlu qollara ayrılmasıdır. Səbəbi də demək düzən çay olması və özü ilə çoxlu çöküntüləri gətirib mənsəbə yığması idi. Bu şəkildə. Bu çaylardan bu saata qədər keçdiklərimizdən Ural və Volqa çayları daxili axarsız hövzəyə aid olan çaylardır. Yerdə qalan bütün çaylar isə Atlantik okeanı hövzəsinə aid olan çaylardır. Qaldı son iki çayımız. Şimali Dvina çayı, diqqətlə baxırıq, Ağdənizə tökülür. Ağdənizə və burada Petsora çayı. Bu da Şimal Buzlu okean hövzəsinə aid olan çaylarımızdır. Avropanın çayları. Bu çayların bol sulu dövrü yay aylarıdır. Bu şəkildə. Burada əlavə olaraq məncə bir çox şeyləri qeyd elədim. Şimali Dvina, Petsora çaylarının da mənsəbi Rusiya ərazisidir. Bu şəkildə Don da həmçinin Rusiyadır. Bunu da qeyd eləməmişdim. Don çayının da mənsəbi Rusiya ərazisində yerləşir və tökülür Azov dənizinə. Bu şəkildə Avropa ilə məncə yekunlaşdırdıq. Problem olmamalıdır. Diqqətlə baxın, lazım olarsa qeydlərinizi götürün. Ola bilsin ki, Avropada burada Elba, Reyn, Loara, Rona bu çayların adları biraz qarışıqdır, bir-birinə çox bənzəyirlər. Yəni ehtiyac varsa xəritəyə diqqətlə baxın, təkrarlayın. Gündə heç olmasa deyək ki 5 dəqiqə, 10 dəqiqə baxsaz, bir həftə ərzində heç bir problem olmayacaq. Tam öyrənmiş olacaqsınız. Keçən uşaqlar Asiyanın çaylarına. Demək, Asiyanın çaylarından
Volqa, Uralı artıq izah eləməyəcəm. Bunlara baxdıq Avropa çaylarında. Yəni bu çaylar həm Avropa çayı hesab olunur, həm Asiya çayları hesab olunur. Burada gəlin baxaq bizim doğma olan Kür çayımıza. Kür çayı öz mənbəyini götürür, deməli, yaxınlaşdırım. Şərqi Anadoludan, Türkiyə ərazisindən, Qızıl Gədik dağından 2740 metr və gəlir Xəzər gölünə, yəni dənizinə tökülür. Kür çayı mənsəbdə delta yaradır. Yəni çoxlu qollara ayrılır bu şəkildə. Daha sonra burada baxaq uşaqlar. Kür çayına paralel axan Araz çayına. Araz çayı da həmçinin öz mənbəyini Şərqi Anadoludan götürür, Türkiyə ərazisindən, Bingöl silsiləsindən 2990 metr və Sabirabad rayonu ərazisində burada demək Kür çayı ilə qovuşur və öz sularını Kürə qarışdıraraq Xəzər dənizinə çatdırır, daxilə Xarsı hövzəyə. Baxaq, demək Dəclə və Fərat çaylarına. Bir də bir şey qeyd edim uşaqlar. Kürlə Araz çaylarının hər ikisinin bol sulu dövrü yaz aylarıdır. Hər ikisi yaz aylarında bol suludur. Kürün ən bol sulu dövrü aprel ayına düşür. Arazın isə ən bol sulu dövrü may ayına təsadüf eləyir. Bu şəkildə. Daha sonra baxaq Dəclə və Fərat çaylarına. Dəclə və Fərat hər ikisi mənbəyini Şərqi Anadoludan götürür, yəni Türkiyə ərazisindən götürür. Türkiyə, Suriya, İraq ərazisindən axaraq demək İran körfəzinə tökülür. Bir şey də qeyd eləyim. Dəclə Fərat çayı nöqtə qoyduğum bu hissədə birləşir və vahid bir çay yaradır. Həmin çayın da adı Şəddül Ərəb çayıdır. İraq ərazisindən keçir. Bu şəkildə. Baxaq Mərkəzi Asiyanın, bir dəqiqə, Mərkəzi Asiyanın çaylarına. Mərkəzi Asiyanın çaylarından burada bizdə Amudərya çayı var və Sırdərya çayı var. Bir də İli çayı var. Demək, Amudərya və Sırdərya bu çaylar öz mənbəyini Mərkəzi Asiyanın yüksək dağlıq ərazilərindən götürürlər. Amudərya çayı öz mənbəyini götürür. Deməli, burada Pamir dağlarından və burada Pamir dağları yerləşir. Sırdərya isə öz mənbəyini götürür Tian-Şan dağlarından. Bu şəkildə. Hər ikisi demək qar və buzlaq suları ilə qidalandığından adını çəkdiyimiz Amudərya və Sırdərya çayları əsasən ilin isti dövründə bol sulu olur. Yəni iyun, iyul, avqust. Və bu çaylardan Mərkəzi Asiyanın kənd təsərrüfatı sahələrinin suvarılmasında geniş istifadə olunur. Daha sonra burada baxaq İli çayına. Bu da Mərkəzi Asiyanın çaylarından biridir və burada Balxaş gölünə tökülür. Adı çəkilən göl də Qazaxıstan ərazisində yerləşir. Bu şəkildə. Daha sonra gəlin Cənubi Asiyanın çaylarına baxaq. Cənubi Asiyanın çaylarından burada bizi Hind çayı qarşılayır. Daha sonra Qanq çayı qarşılayır və Brahmaputra çayı qarşılayır. Bu çaylar öz mənbələrini Himalay dağlarından götürürlər. Himalay dağlarının yüksək dağlıq ərazilərindən götürürlər. Hind-Qanq ovalığı boyunca axıb Hind çayı Ərəbistan dənizinə, Qanq Brahmaputra çayı isə dünyanın ən böyük körfəzi olan Benqal körfəzinə tökülürlər. Hər üç çay Cənubi Asiyanın musson rejimli çayları qrupuna aiddir. Musson rejimli çaylarda da yağıntılar yay ayında düşdüyündən bu çaylar yay aylarında bol sulu olurlar. Yəni musson yağışları yağıntını yayda gətirir. Yayda dənizdən quruya, qışda isə qurudan dənizə. Yay aylarında bu çaylar demək bol sulu dövrünü yaşayır. Qış aylarında isə bu çaylardan iqlim quraq olduğu üçün suvarmada demək istifadə olunur. Daha sonra baxaq uşaqlar İravada və Salluin çaylarına. Bu çaylar Cənub-Şərq Asiya regionuna aiddir. Bu çaylar öz mənbəyini götürür. Demək Tibet yaylasından. Bax buradan Tibet yaylası burada yerləşir. Bu tərəfi silim, mane olmasın. Demək Tibet yaylasından götürür öz mənbəyini. Yuxarı axarlarında qar buzlaq suları ilə qidalanır. Aşağı axarlarında isə musson rejimli sularla, yəni yağış suları ilə qidalanırlar. Hər iki çay Andaman dənizinə tökülür. Cənubi Asiyanın, daha doğrusu Cənub-Şərqi Asiyanın çaylarıdır. Mənsəbləri də Myanma ərazisində yerləşir. Bir də burada bir şey qeyd eləmədim. Qanq Brahmaputra çaylarının mənsəbi delta formalı mənsəbdir və bu mənsəb daha doğrusu bu mənsəb dünyanın ən böyük deltasına malik olan mənsəbdir. Bu şəkildə unutmayaq.
Daha sonra adını çəkdiyim Hind, Qanq, Brahmaputra, İravadi və Saluen çayları Hind okeanı hövzəsinə aiddir. İndi isə baxaq uşaqlar. Demək, Cənub-Şərqi Asiyanın daha bir çayına, bu çay Mekong çayıdır. Mekong çayı da həmçinin öz mənbəyini Tibet yaylasından götürür, yəni buradan götürür, yüksək dağlıq ərazidən götürür. Cənub istiqamətində axaraq, demək, burada Cənubi Çin dənizinə tökülür və mənsəbində delta yaradır. Musson rejimli çay olduğundan da yay aylarında bol sulu olur. Qışda isə burada suvarmadan, bu çaydan demək suvarmada istifadə edilir. Bu şəkildə. Daha sonra keçək baxaq Şərqi Asiyanın çaylarına. Bura aiddir. Demək, Amur çayı, Amur, Xuanxe və Yansızı çayları. Amur, Xuanxe və Yansızı çayları. Birinci baxaq Amur çayına. Amur çayı demək, burada Oxot dənizinə aid olan Tatar boğazına tökülür. Tatar boğazı da Avrasiyanın Saxalin adasından ayıran boğazdır. Və bu çay mülayim iqlim qurşağının Musson iqlim vilayətində yerləşir. Yay aylarında bol suludur, qışda isə temperatur mənfiyə düşdüyündən çay donmaya məruz qalır. Baxaq Xuanxe və Yansızı çayına. Xuanxe və Yansızı çayları demək Tibet yaylasından götürür mənbələrini. Xuanxe çayı Sarı dənizə tökülür, Yansızı çayı isə demək Şərqi Çin dənizinə. Təkrarlayıram. Xuanxe çayı Sarı dənizə tökülür, Yansızı çayı isə Şərqi Çin dənizinə tökülür. Xuanxe sözünün mənası sarı çay deməkdir. Çünki Xuanxe çayının gətirdiyi suxurlar əsasən yumşaq suxurlardan ibarət olan sarımtıl rəngi alan suxurlardır. Həmin suxurlar da Sarı dənizə töküldüyündən həmin Xuanxe çayının mənsəbində dəniz suları sarı rəng almışdır. O ad da oradan yaranıbdır. Və Xuanxe çayı mənsəbdə delta yaradır. Yansızı çayı isə həm estuari mənsəbli çaydır, həm də delta mənsəbli çaydır. Və adını çəkdiyim Amur, Xuanxe, Yansızı çayları Sakit Okean hövzəsinə aid olan çaylardır. Üstəgəl, Xuanxe və Yansızı çayları Böyük Çin düzənliyindən keçir. Yəni bu çaylar da musson rejimli çaylardır. Subtropik iqlim qurşağının musson rejimli çaylarıdır. Suvarmada bu çaylardan istifadə edilir. Keçəyin Şimal Buzlu Okean hövzəsinə aid olan çayları. Bura aiddir. Ob çayı, Yenisey çayı, Lena, İndiqırka və Kalima çayları. Birinci baxaq Ob çayına. Ob çayı öz mənbəyini götürür Altay dağlarından, bax bu hissədə gəlir tökülür demək Kara dənizinə, mənsəbində estuari yaradır və bu çay yaz və yay aylarında bol suludur. Üstəgəl Ob çayının 3 dənə böyük qolları var. Bu qolların biri demək İrtış çayıdır, biri İşim çayıdır, digəri isə Tobol çayıdır. Bu çaylar da Ob çayının suyunun demək miqdarını artırır və həmin suları Kara dənizinə aparır. Bu şəkildə. Daha sonra baxaq Yenisey çayına. Yenisey çayı öz mənbəyini götürür deməli Sayan dağlarından şimal istiqamətində axır. Ob çayı kimi mənsəbdə estuari yaradır. Estuari bu formadadır. Görürsüz, burada da belə boşluq var. Demək, estuari yaradır mənsəbində və Yeniseyin 2 dənə sağ böyük qolları var. Biri demək Tunguska çayıdır, digəri isə Baykaldan çıxan yeganə çay olan Anqara çayıdır. Hər iki çay Yeniseyin sağ qollarıdır və bu çayın suları Kara dənizinə tökülür. Bol sulu dövrü isə yaz və yay aylarıdır. Daha sonra baxaq uşaqlar. Deməli Lena çayına. Lena çayı Laptevlər dənizi hövzəsinə aiddir. Lena çayı Şimal Buzlu Okeana tökülüb də delta yaradan çaylardan biridir və onun bu şəkildə sağdan Aldan adında böyük bir qolu var. Və bu çay yaz və yay aylarında bol sulu olur. Daha sonra baxaq İndiqırka çayına. İndiqırka və Kalima çayları. Bu çayları da demək Şərqi Sibir dənizinə tökülürlər. Yaz və yay aylarında bol sulu dövrünü yaşayırlar. Şimal Buzlu Okean hövzəsinə aid olan çaylar oldu. Bu şəkildə. Keçək uşaqlar digər materikimizə, Şimali Amerikaya.
Şimali Amerika. Baxaq Şimali Amerikanın çaylarına. Birinci başlayaq Yukon çayından. Yukon çayı öz mənbəyini demək ABŞ-dən götürür. Daha doğrusu Kanadadan götürür. Kanada ərazisindən götürür. ABŞ-nin Alyaska ştatından keçərək Bering dənizinə tökülür. Bol sulu dövrü yay aylarıdır. Daha sonra Böyük Qul gölündən başlayan Makkenzi çayı. Makkenzi çayı şimal istiqamətində axır. Mənsəbdə delta yaradır. Kənar dənizi olan Beaufort dənizinə tökülür. Kanadadan başlayır, elə mənsəbi də Kanadada yerləşir. Bol sulu dövrü isə yenə də yay aylarıdır. Daha sonra Kanada ərazisində yerləşən Churchill və Nelson çaylarına baxaq. Hər iki çay Hudson körfəzinə tökülür. Hudson körfəzi isə Şimal Buzlu okeanına aiddir. Bunu qarışdırmayaq. Çox uşaq deyir ki, müəllim, Atlantik okeanıdır. Xeyr, Atlantik okeanı deyil. Şimal Buzlu okean hövzəsinə aiddir və bu çaylar demək ilin yaz və yay aylarında bol sulu dövrünü yaşayırlar. Daha sonra ABŞ ərazisindən axan Kolumbiya və Kolorado çaylarına baxaq. Burada Kolumbiya birbaşa daha doğrusu Sakit okean. Burada isə Kolorado çayı, Kaliforniya körfəzi. Hər iki çay dünyada ən böyük kanyonlara malik olan çaylardan biridir. Kolumbiya və Kolorado hər ikisi K hərfi ilə başlayır. Bunları yadda saxlamaq asandır. Kolumbiya, Kolorado demək ən böyük kanyonlara malik. Kanyon. Kolorado Kaliforniya körfəzinə, Kolumbiya isə birbaşa Sakit okeana. Birbaşa Sakit okeana. Bu şəkildə. Bol sulu dövrü isə yay aylarına təsadüf eləyir. Daha sonra baxaq uşaqlar Rio Grande çayı. Burada ABŞ və Meksika ərazisindən Rio Grande çayı keçir. Meksika körfəzinə tökülür və bu çay yay aylarında bol sulu dövrünü yaşayır. Daha sonra Mississippi çayı. Şimali Amerikanın ən böyük çay sistemi Mississippi çayı. Mənsəbdə demək delta yaradır. Mənsəbi Meksika körfəzi ərazisidir. Mənbə və mənsəb hər ikisi ABŞ ərazisində yerləşir və Mississippinin 3 dənə böyük qolları var. Sol qollarından Ohio çayıdır. Fikir verin, sağ tərəfdən göstərirəm, amma sol qoludur. Niyə? Çünki çay cənub istiqamətində axır. Cənub istiqamətində axdığı üçün bu tərəf olur demək sol, digər tərəf isə olur sağ. Ohio çayı olur onun sol qolu. Arkansas və Missouri çayları isə onun sağ qollarıdır. Və bir şey də qeyd edeyim uşaqlar. Missouri qolu, Mississippi çayının Missouri qolu Mississippi çayının özündən daha uzundur. Amma Mississippi çayının gətirdiyi suyun kütləsi daha çox olduğu üçün o əsas çay hesab olunur. Və Mississippi çayının da burada mənbəyi demək Itasca gölü hesab olunur. Itasca gölündən başlayır. Burada Müqəddəs Lavrenti çayı yerləşir. Müqəddəs Lavrenti çayının körfəzi Müqəddəs Lavrenti körfəzidir. Estuari mənsəbli çaydır. Kanada və ABŞ ərazilərindən axır. Əsas hissəsi isə Kanadaya düşür. Kanada. Bu şəkildə. Olur Şimali Amerikan çayları. Mississippi, Missouri, Arkansas, Ohio, Müqəddəs Lavrenti bu çayların hər birinin bol sulu dövrü yay ayları hesab olunur. Bu şəkildə. Davam eləyək digər materiklə Cənubi Amerika. Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ən rütubətli materik olduğu üçün də Cənubi Amerikada demək çay şəbəkəsi sıxdır. Buranın əsas çayları Amazon çayıdır. Dünyanın ikinci ən uzun çayıdır. Daha sonra San Francisco çayıdır. Burada Tocantins çayı yerləşir. Estuari mənsəbli çaydır. Daha sonra burada ən böyük çaylarından biri Parana çayı yerləşir. Ayrıca Uruguay çayı yerləşir. Paranın qolu olan Paragvay çayı yerləşir. Madeiranın qolları, daha doğrusu Amazonun qolları Madeira, Amazonun digər qolu Tapajos və Amazonun ən böyük qolu olan Rio Negro çayları. Materikin şimalında isə burada Orinoco çayı yerləşir. Burada isə Magdalena çayı yerləşir. Gəlin birinci baxaq Amazon çayına. Demək, Amazon çayı öz başlanğıcını Maranhão və Ucayali çaylarının birləşdiyi yerdən götürür. Yəni bax buradan götürür. Buradan hesablanır onun uzunluğu. Amma Ucayali ilə hesablasaq dünyanın ən uzun
çayı olar. Üstəgəl Amazonun üzərində su anbarları yoxdur. Səbəb burada daimi yaşayış məskənlərinin olmamasıdır, ifrat rütubətlənmə, bataqlıq zonası. Amma onun hövzəsi olan Madeira, Tapajos, Rio Negro çaylarında isə su anbarlarına rast gəlinir. Bu çayın böyük hissəsi, hövzəsi ekvatorial iqlim qurşağında yerləşdiyindən Amazon çayı il boyu bol sulu olur. Daha sonra materikin şimalına baxaq uşaqlar. Burada Qviana yaylasından mənbəyini götürən Orinoco çayı yerləşir. Orinoco çayının mənsəbi birbaşa Atlantik okeanıdır və mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyindən bu çay deməli şimalın yay aylarında, yəni iyun, iyul, avqust aylarında bol sulu dövrünü yaşayır. Daha sonra burada bir şey qeyd eləmədim. Amazonun mənsəbi estuaridir, həm də deltalardan ibarətdir. Həm estuari, həm də delta mənsəbli çaydır. Dünyada demək yansızıdan sonra ikinci çaydır ki, mənsəbi həm estuaridir, həm də delta. Yansızı və Amazon. Burada baxaq uşaqlar. Magdalena çayı. Magdalena çayı öz mənbəyini Ant dağlarından götürür, şimal istiqamətində axır. Burada Karib dənizinə tökülür. Və Kolumbiya mənbəyi və mənsəbi Kolumbiya ərazisində yerləşir. Bol sulu dövrü isə yay aylarıdır. Eyni qaydada subekvatorial iqlim qurşağı olduğu üçün iyun, iyul, avqust. Burada baxaq San Francisco çayına. San Francisco çayı öz mənbəyini götürür demək Braziliya yaylasından, mənsəbi isə birbaşa Atlantik okeanıdır. Atlantik okean. Birbaşa Atlantik okeanda yerləşir və Cənub yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyindən bu çayın bol sulu dövrü Cənubun yay aylarına təsadüf edir. Yəni dekabr, yanvar, fevral. Bu şəkildə Cənubun yay ayları dekabr, yanvar, fevraldır. Cənubun da subekvatorialında yağıntılar elə dekabr, yanvar, fevral aylarında yağır. Daha sonra baxaq materikin cənub zonasında olan Parana və Uruqvay çaylarına. Uruqvay çayı mənbəyini Braziliya yaylasından götürür. La Plata körfəzinə tökülür. Mənsəbi estuari formalı mənsəbdir. Paranalı çayı da həmçinin öz mənbəyini Braziliya yaylasından götürür. Yenə La Plata körfəzinə tökülür və mənsəbində bu çayda eynən demək bir dəqiqə Uruqvay çayı kimi mənsəbində demək estuari yaradır. Paragvay da Parananın qollarından biridir. Bu şəkildə. Keçən növbəti slaydımıza Afrikanın çaylarına baxaq. Afrika materikinin 1/3 hissəsi səhra yarımsəhralardan təşkil olunubdur. Yeganə materikdir ki, həm şimal tropik xətti ilə kəsişir. Diqqət edin, həm şimal tropik xətti ilə kəsişir, həm də cənub tropik xətti ilə kəsişir. Materikin enli hissəsi şimal yarımkürəsində yerləşdiyindən şimal hissəsində böyük bir zonada böyük səhra yaranmışdır. Yəni materikin 1/3 səhralardan təşkil olunubdur. Çay şəbəkəsinin də sıx olduğu yerlər əsasən ekvatorial və subekvatorial ərazilərə uyğun gəlir. Gəlin burada ən böyük çaylar olan demək Nil çayına baxaq. Nil çayı öz mənbəyini Viktoriya gölündən götürür. Mənbəyinin başladığı yer Ağ Nil adlanır. Burada Efiopiyada yerləşən Tana gölündən mənbəyini götürən Mavi Nillə də Ağ Nil birləşəndə, bu hissədə birləşir, olur sadəcə Nil. Böyük bir məsafədə səhra, yarımsəhra və savanna zonasından keçir və burada mənsəbində delta yaradıb Aralıq dənizinə tökülür Misir ərazisindən. Yenə təkrarlayıram. Mavi Nil, Ağ Nil birləşir, olur sadəcə Nil. Mavi Nil öz mənbəyini Tana gölündən götürür. Ağ Nil isə öz mənbəyini burada Viktoriya gölündən götürür. Əsas demək qidalanma mənbəyi yağış sularıdır və bol sulu dövrü də sırf yay aylarına təsadüf eləyir. Çünki yuxarı axarları subekvatorial iqlim qurşağında yerləşir. Bu şəkildə. Daha sonra baxaq bu tərəfdə uşaqlar. Senegal çayına. Senegal çayı öz mənbəyini Qvineya yaylasından götürür və birbaşa Atlantik okeanına tökülür. Birbaşa Atlantik okeanı. Daha sonra eyni ərazidən öz mənbəyini götürən Niger çayı, ayrıca Volta çayı, hər ikisinin mənsəbi Qvineya körfəzidir. Bax, burada Qvineya körfəzi
yerləşir və üstəlik də Niger çayının da mənsəbi delta formalı mənsəbdir. Bol dövrü isə hər iki çay şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyindən yay aylarına təsadüf eləyir. İyun, iyul, avqust. Növbəti çaya baxaq. Demək, Konqo çayı. Konqo çayı öz mənbəyini Şərqi Afrika yaylasından götürür və qərb istiqamətində axaraq birbaşa Atlantik okeanına tökülür. Çox şax qarışdırır, elə bilir ki, bu ərazidə Qvineya körfəzidir, amma elə deyil. Konqo çayının mənsəbi demək birbaşa Atlantik okeanıdır və çayın iki əsas qolları var. Sol qolu Kasai çayıdır, sağ qolu isə Ubangi çayıdır. Ekvator xəttini iki dəfə kəsən çaydır. Həmçinin üç yarımkürədə yerləşir. Şimal yarımkürəsi, Cənub yarımkürəsi və bütövlükdə Şərq yarımkürəsi. Bol dövrü ekvatorial iqlim qurşağında olduğundan demək il boyu bol suludur. Həm də mənsəbində bu çay estuari yaradır. Səbəbi mənsəbindən cəryanların hərəkətidir. Burada Konqo çayının mənsəbindən isti demək Anqola cəryanı keçir. Həmçinin bu çayın mənsəbində qabarma və çəkilmə hadisələri olduğundan mənsəbdə estuari yaranır. Bu şəkildə estuari. Keçək növbəti çayımıza. Bu çay Zambezi çayıdır. Zambezi çayının mənsəbi Mozambik boğazıdır. Cənub yarımkürəsinin yay aylarında bol suludur. Yəni dekabr, yanvar, fevral aylarında bol suludur. Mənsəbi də demək Mozambik boğazında yerləşir. Burada materikin cənub şərqində Limpopo çayı yerləşir. Limpopo çayı demək cənub tropik xəttini fikir verin. Cənub tropik xəttini iki dəfə kəsən yeganə çaydır. Öz mənbəyini cənub mülayim işıqlanma qurşağından götürür. Daha sonra tropik işıqlanma qurşağı mənsəb yenə gəlir cənub mülayim işıqlanma qurşağı. Bol dövrü demək yay aylarına təsadüf eləyir. Tropik rütubətli iqlimdir. Tropik rütubətlidə də yağıntılar yay aylarında yağır. Bu şəkildə. Burada Dragon yaxud da Əjdaha dağlarından başlayan Oranj çayı. Oranj çayı yaxud da Narıncı çay öz mənbəyini Drakon dağlarından götürür. Mənsəbi isə Cənubi Afrika Respublikasında yerləşir və birbaşa Atlantik okeanıdır. Oldu Afrikanın daxili suları. Bu şəkildə uşaqlar keçən sonuncu materikimizə Avstraliyanın daxili sularından çaylara baxaq. Avstraliya materiki cənub tropik xəttinin tən ortasında yerləşir və materikin böyük hissəsi səhra yarımsəhralardan təşkil olunubdur. Materikin şərqində şimaldan cənuba meridional istiqamətdə demək böyük suarici silsilə dağları uzanır. Daha sonra qərbində isə Qərbi Avstraliya yaylası yerləşir. Həmçinin materikin qərbindən soyuq Qərbi Avstraliya cəryanı keçir. O yüzden bu ərazilər iqlimi baxımından quraqdır. Yəni səhra və yarımsəhra landşaftı yaranıb burada. Materikin böyük hissəsini səhra yarımsəhra landşaftı tutduğundan burada daxili sular çox seyrəkdir. Daxili sularının əsasını demək təşkil edir Darling çayı, öz mənbəyini götürür. Demək böyük suarici silsilədən. Burada isə demək Murray çayıdır. Murray çayı burada əsas çay hesab olunur. Birbaşa Hind okeanına tökülür. Laklan çayı isə Murray çayının sağ qoludur. Bir şey də qeyd edeyim. Murray-Darling sistemi Mississippi, Missouri sistemi ilə eynidir. Şimali Amerikanı izah edəndə demişdim ki, demək Missouri çayı Mississippi çayından daha uzundur. Yəni bir çayın qolu çayın əsas çaydan daha uzundur. Amma Mississippi'nin özünün gətirdiyi su Missouri'nin gətirdiyi çaydan daha çoxdur. Ona görə də Mississippi əsas çay götürülür. Burada da eyni məntiq işləyir. Darling çayı daha uzun çaydır, amma Murray Darlingdə daha çox su gətirdiyinə görə Murray əsas çay hesab olunur. Bu şəkildə. Daha sonra burada Hind okeanı hövzəsinə aid olan Victoria çayı axır. Burada həmçinin Argyle gölü yerləşir. Göllər ayrı mövzudur. Onu növbəti videoda izah edəcəm. Və burada materikin ən alçaq nöqtəsi olan Eir gölü yerləşir. Eir gölünə isə Cooper Creek və Eir Creek və Diamantino adında çaylar axır.
Kriklər Avstraliyada mənsəbinə çatmayan, yəni quruyan çaylara deyilir. Azərbaycanda bu tipli çaylar kor mənsəbli çaylar adlanır. Bu şəkildə daha sonra sizə işıqlama qurşaqları ilə bağlı belə bir qeydi izah eləyim uşaqlar. İşıqlama qurşaqlarımızın sərhədləri 23.5 və 66.5-dən keçir və bizim 5 işıqlanma qurşağımız var. Bir tropik, 2 mülayim və 2 qütb işıqlanma qurşağı. Bu dərsimizdə, demək, bu konspektimizdə baxağın hövzəsi 2 işıqlanma qurşağında yerləşən çaylarımıza. Görək hansı çaylar demək hövzəsi, yəni mənbəyi və mənsəbi 2 işıqlanma qurşağında yerləşir. Birinci baxağın burada Yukon çayına. Yukon çayının mənbəyi şimal mülayim işıqlanma qurşağı, mənsəbi də həmçinin şimal mülayim işıqlanma qurşağıdır. Amma bu hissədə şimal qütb işıqlanma qurşağını keçdiyindən 2 işıqlanma qurşağında yerləşmiş olur. Daha sonra burada Makkenzi çayı. Makkenzi çayı öz mənbəyini şimal mülayim işıqlanma qurşağından götürür. Yəni buradan mənsəbi isə şimal qütb işıqlanma qurşağında yerləşir. Burada Parana çayı. Mənbəyini demək tropik işıqlanma qurşağından götürür. Mənsəbi isə cənub mülayim işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağı. Burada Nil çayı. Tropik işıqlanma qurşağı və şimal mülayim işıqlanma qurşağı. Limpopo çayına yenə gəldik. Afrikanı izah eləyəndə dedim ki, cənub tropik xəttini 2 dəfə kəsən yeganə çaydır. Həm tropik işıqlanma qurşağında yerləşir, həm də cənub mülayim işıqlanma qurşağında. Baxağın Piçora çayına, Rusiya ərazisində yerləşir. Mənbə şimal mülayim işıqlanma qurşağı, mənsəb isə şimal qütb işıqlanma qurşağı. Yəni bax burada. Daha sonra Ob çayı, mənbə şimal mülayim işıqlanma qurşağı, mənsəb şimal qütb işıqlanma qurşağı. Yenisey, daha sonra Lena, Yana, İndiqırka, Kolima və Anadır çayları da həmçinin şimal mülayim və şimal qütb işıqlanma qurşaqlarında yerləşirlər. Yəni 2 işıqlanma qurşağında yerləşirlər. Burada Qanq və Brahmaputra mənbələri şimal mülayim işıqlanma qurşağı, mənsəbi isə tropik işıqlanma qurşağı. Mekong, Saluyun, İravadidə həmçinin mənbə şimal mülayim işıqlanma qurşağı, mənsəb isə tropik işıqlanma qurşağı, 2 işıqlanma qurşağında yerləşir. Bizə əsas lazımdır ki, görək şimal tropik xətti ilə kəsişirmi? Kəsişir. Yaxud da cənub tropik xətti ilə kəsişirmi? Yenə də kəsişir. Burada şimal mülayim işıqlanma qurşağının sərhəddi keçir. Burada isə cənub mülayim işıqlanma qurşağının sərhəddi keçir. Bir də uşaqlar, Avstraliyadakı çaya baxaq. Coopers Creek. Coopers Creek-in mənbəyi tropik işıqlanma qurşağı, mənsəbi isə cənub mülayim işıqlanma qurşağında yerləşir. Bununla da çaylar mövzusu bu qədər. Növbəti görüşlərə qədər, növbəti videomuzda inşallah bu materiklərin daxili sularını izah eləyəcəm, yəni göllərini izah eləyəcəm. Lazım olan qeydlərinizi götürün. Allah zihin açıqlığı versin, yorulmayasınız. Sağ olun, salamat qalın.